Salam, hörmətli dinləyicilər. Bugün biz Self Akademi Tədris Mərkəzinin keçirdiyi buraxılış imtahanı 4 sualların izahına baxasıyıq. Deməli, 27-ci sualla tanış olaq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Əvvəlcə diqqət etdiyimiz məqam uyğun fikirlər hissəsidir. Burada 3 cümlə göstərilmişdir. Deməli, cümlələrlə bağlı bizdən morfoloji təhlil istəyir. Cümlələrdən yalnız birinə aid fikirdir, cümlələrdən yalnız ikisinə aid fikirdir. Burada baxsaq, cədvələ nəzər yetirsək, bu feilin təsvirlənməyən formaları ilə bağlı sualdır. Deməli, birdən başlayaq. Keçmiş zaman məzmunlu feil sifət işlənmişdir. Cümlələrdən yalnız birinə aid fikir olduğuna görə bir cümlədə tapasıyıq. Burada deməli, dağın yaşıl örtüklü ətəklərində otlayan qoyun sürüləri və əkinçilərin yığdıqları ot tayaları görünürdü. Burada dıq mənsubiyyətlə işlənən feil sifət şəkilçisidir və keçmiş zaman məzmunludur. Deməli, bunu biz götürə bilərik. Murad baba taxılın və bostanın yaxşı bitməsindən, ərazidə tikilən su anbarından danışdı. Burada feil sifət olsa da indiki zaman məzmunludur. Ona görə də bu fikri götürə bilmərik. Əkin-biçin ilə ayaqlaşmaq üçün ayaq gəzintisi əl vermirdi, çünki təsərrüfat işlərini qaça-qaça həll edirik. Burada qaça-qaça feili bağlamadır, ayaqlaşmaq məzdərdir. Burada deməli, keçmiş zaman məzmunlu feil sifət işlənməmişdir. Ona görə də birinci cavabı götürə bilərik. Tərz mənası bildirən feili bağlama. Deməli, burada üçüncü cümləyə nəzər salsaq, əkin-biçin ilə ayaqlaşmaq üçün ayaq gəzintisi əl vermirdi. Çünki təsərrüfat işlərini qaça-qaça həll edirik. Burada qaça-qaça tərz mənası bildirən feili bağlamadır. Digərlərində isə ikinci cümlədə feili bağlama işlənməmişdir. Birinci cümlədə də feili bağlamaya rast gəlmiş. Ona görə də cavab burada ikini də götürə bilərik. Cümlələrdən yalnız ikisinə aid fikirdir. Deməli, mənsubiyyət və hal şəkilli məslərə rast gəlinir. Burada cümlədə bitməsindən, cümlələrdən yalnız ikisinə aid fikirdir. Üçüncü fikrə baxaq, mənsubiyyət və hal şəkilli məslərə rast gəlinir. İkinci cümləyə baxsaq, burada bitməsindən, taxılın və bostanın yaxşı bitməsindən mənsubiyyət və hal şəkilcisi var. Birinci cümlədə ümumiyyətlə məsdər yoxdur. Üçüncü cümlədə də məsdər ayaqlaşmaq deməli, nə mənsubiyyət şəkilsi qəbul etmişdir, nə hal şəkilsi. Ona görə də bu üçüncü fikri götürə bilmərik. Burada yalnız ikisinə aid fikir deyir. İndiki zaman məzmunlu feil sifət işlənir. Birinci cümləyə nəzər salsaq, burada otlayan sözü an-ən indiki zaman məzmunlu feil sifət şəkilçisidir. Əlavə olaraq burada ikinci cümlədə tikilən sözündə an-ən yenə indiki zaman məzmunlu feil sifət şəkilçisidir. Üçüncü cümlədə isə feil sifət ümumiyyətlə yoxdur. Ona görə də bu cavabı götürə bilərik. Yalnız ikisinə aid fikir kimi. Deməli, cümlələrdən heç birinə aid olmayan fikirdir. Təsviflənməyən feillərdən biri qayıdış növdədir. Burada baxsaq, otlayan sözü məlum növdədir, yığdıqları sözü məlum növdədir, bitməsindən sözü məlum növdədir, tikilən sözü məhcul növdədir, ayaqlaşmaq sözü məlum növdədir, qaça-qaça sözü məlum növdədir. Burada deməli, məhcul növdə olan təsviflənməyən feil vardır, qayıdış növdə yoxdur. Ona görə də buradan heç birinə aid olmayan fikir kimi 5-i götürə bilərik. Cavab A variantı 1, 2, 4, 5. Deməli, 28-ci sualda frazeoloji birləşmələrdən birinin mənası düzgün verilməmişdir. Diqqət etsək, A bəndində ağrımaz başına dəsmal bağlamaq, yersiz problemlə qarşılaşmaq mənasına uyğun gəlir. Dərisi üstündə yanmaq, arıqlamaq deməkdir. Dalağı sancmaq, şübhələnmək, xoruza yükləmək, kasıblaşdırmaq, Y-də sarı simə toxunmaq, qəlbinə toxunmaq deməkdir. Burada birinin gözəlliyinə vurulmaq, heyran olmaq mənasına uyğun gəlmir. Deməli, cavab Y variantı. 29-cu sualda yazılışı düzgün verilən sözlərin fonetik təhlili ilə bağlı ortaq fikirləri müəyyənləşdirin. Diqqət etsək, burada vacib məqam nədir? Yazılışı düzgün verilən 1, 2, 3, 4, 5 sözdən yazılışı düzgün verilənləri tapmalıyıq. Burada baxsaq, üvertura yox, uvertura, kineskop, ekskavator yazılmalıydı. Bu üç sözü çıxırıq. Yerdə qalır cahcalaq, nəbatat. Bu sözlərin yazılışı düzgündür. Onu əsasən müəyyənləşdirə bilərik ki, samitlə başlayıb samitlə bitir. Çünki ortaq fikirdir.
Samitlə başlayıb, samitlə bitir. Əlavə olaraq qalın sayı işləmişdir. Bəli, hər iki sözdə qalın sayıda rast gəlmir. Deməli, cavab Y variantı 2, 5. 30-cu sualla davam edək. Verilmiş cümlələr əsasında Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Burada diqqət etdiyimiz məqam olmalıdır ki, bəzən A-da verilən fikir B-yə də uyğun gəlir. Ona görə də burada çox oxuyanda diqqətli olmaq lazımdır. A cümləsini oxuyaq. Şairin vəzifəsi həyatı əsərə köçürməkdən ibarətdir. Fikir versək, bir yazılan yerdəki fikri oxuyaq. Yiyəli çalda işlənən isim quruluşuna görə sadədir. Burada deməli, şairin vəzifəsi həyatı əsərə köçürməkdən ibarətdir. Şairin sözü yiyəli çal şəkilcili isimdir və quruluşuna görə sadədir. Digər cümləyə baxaq, konkretlik qarışıq söhbəti ciddi tənqidlərdən, dinləyicini isə darıxmaqdan xilas edir. Burada yiyəli çalda isim ümumiyyətlə yoxdur, ona görə də bunu götürə bilmərik. Deməli, birinci fikir doğru fikirdir. Yalnız A xanasından yazılacaq. İkinci fikrə nəzər yetirək, isimlərdən biri mənsubiyyət şəkilcisi ilə işlənmişdir. Diqqət etsək görərik ki, burada şairin vəzifəsi i mənsubiyyət şəkilcisidir və burada isimlər əsər sözüdür, həyat sözüdür, vəzifəsi sözüdür, şairin sözüdür. Bunlardan yalnız vəzifəsi sözü deməli mənsubiyyət şəkilcisi ilə işlənmişdir. Ona görə də burada içini də götürə bilərik. İkinci cümlələr konkretlik qarışıq söhbəti ciddi tənqidlərdən, dinləyicini isə darıxmaqdan qurtarır. Burada mənsubiyyət şəkilcisi qəbul etmiş söz yoxdur. Ona görə də bu fikri götürə bilmərik. Cavab B variantı 1-2. Başqa variantlarda 1-2 olmadığına görə asanlıqla bunu tapa bilərik. 31-ci sual. Klasterdə sual ifadəsinin yerinə yazıla bilməz. Yenə də yazıla bilməz fikrinə çox diqqət etməliyik. Əlavə olaraq klasterin həmişə birinci xanasında açar məqam verilir. Deyir ki, güldür feili. Biz bu sözü iki cür düşünə bilərik. Aşağıya nəzər yetirməsək, güldür, çiçəkdir isim kimi və yaxud da güldürmək feil kimi. Ancaq bizdən feili soruşduğuna görə feil üzərindən. Əlavə olaraq kökü feillə homonim olan sözdür. Fikrinə diqqət etsək, görərik ki, burada yanlış əsasdan tamamlanma soruşulur bizdə. Kökü feillə homonim olan sözdür. Ancaq sualda yanlış əsasla tamamlanma fikrini götürməyərək doğru əsasdan tamamlanma fikrini götürməyik. Çünki yazıla bilməz deyir. Diqqət edin, tələffüzü ilə yazılışı arasında fərq yoxdur. Baxsaq ki, güldür feilində tələffüzdə heç bir dəyişiklik olmayacaq. Əgər isim olsaydı, orada R samiti sonunda düşəsiydi. Deməli, burada xanaya yaza bilmərik. Tərkibinə görə təhlili kök və qrammatik şəkilci sxeminə uyğundur. Bunu əslində bura yaza bilərik. Bizdən fikirdə yazıla bilməz dediyinə görə bu ikinci fikri də götürə bilmərik. Deməli, biz buradan biri götürəsiyik, ikini götürməyəsiyik. Sadə söz kimi düşünülə bilməz. Bəli, güldür feili gülmək feilindən dır leksik şəkilcisi vasitəsilə düzəlmişdir. Ona görə də bu sadə söz kimi düşünülə bilməz. Doğru fikir olduğuna görə klasterə yaza bilmərik. Dördüncü fikir, ardıcıl olaraq inkar və məstər şəkilcisi qəbul edə bilməz. Güldürmək sözünü artıraq, güldürməmək. Ardıcıl olaraq artıra bilirik. Deməli, burada dördüncü fikir bura yazıla bilər, bizə yazıla bilməz soruşur. Cavab C variantı. İkinci sualla davam edək. Verilmiş cümlələrə əsasən doğru fikirləri müəyyənləşdirin. Burada iki cümlə verilmişdir. Cümlələrlə bağlı bəzən bizdən ortaq fikirdir soruşa bilər bir cümlə üçündə. Çünki burada ortaq demir, doğru fikirləri deyir. Baxsaq görərik ki, hər bir fikirdə sifətlərdən danışır. Deməli, burada sifətin morfoloji təhlili ilə bağlı sualdır. Gün batdıqdan sonra şiddətli və soyuq fırtına başladı. Burada şiddətli sözü, soyuq sözü sifətlərdir. Yola çıxıb Xəzrin vahiməli hücumlarına əhəmiyyət vermədən doğma daxmasına doğru hərəkət etdi. Fikir versək burada vahiməli hücum, doğma daxması. Əlavə olaraq biz suala keçmədən də bu sözün hansının sadə və düzəltmə olduğunu da müəyyənləşdirə bilərik. Bu formada deməli hər bir sifət düzəltmədir.
Belə olduğu təqdirdə biz hər bir fikri oxuduqca bəzən bizdə vaxt qazanmaq şansımız olur. Hər iki cümlədə quruluşuna görə düzəltmə sifətlər işlənmişdir. Bəli, indicə təhlil etdik. Deməli, bu fikri götürə bilirik. Birinci cümlədə sifətlər çoxaltma dərəcəsindədir. Diqqət edək, bizə birinci cümlə ilə bağlı. Biz ikinci cümləni burada görməyəsiyik. Gün batdıqdan sonra şiddətli və soyuq fırtına başladı. İlk başdan şiddətli sözü məzmun baxımından düşünə bilərlər ki, çoxaltma dərəcəsi. Əslində burada çoxaltma dərəcəsində heç bir sifət yoxdur. Sonra hər iki cümlədə həm isimdən, həm feildən yaranan sifət işlənmişdir. Diqqət edək, şiddət isim, şiddətli sifət. Soyuq feil, soyuq sifət. Vahimə isim, vahiməli sifət. Doğ feil, doğma sifət. Deməli, burada həm isimdən, həm feildən, həm isim, həm feil, həm isim, həm feil yaranan sifət işlənmişdir. Doğru cavab buradan baxsaq, hələ 5 fikri də olduğuna görə davam edək. İkinci cümlədə həm düzəltmə, həm də sadə sifət işlənmişdir. İkinci cümləyə baxsaq, burada sadə sifətə rast gələ bilmirik. Bunu götürə bilmərik. Buradan içini də minuslayaq. İkinci cümlədə sifətlərdən biri adi, digəri çoxaltma dərəcəsindədir. Baxsaq, heç biri çoxaltma dərəcəsində deyil. Burada yanlışdır. Deməli, cavab 1, 3. C variantı. 33-cü sualla davam edək. Verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. 2 cümlə verilmişdir. Cədvələ nəzər yetirək. Cümlələrdəki məslərlərə aid doğru fikirdir. Cümlələrdəki feili bağlamalara aid doğru fikirdir. Diqqət etsək, bu feilin təsriflənməyən formaları ilə bağlı test sualıdır. Birinci fikir. Hər iki cümlədə ismin yönlü çalında işlənən məslər vardır. Baxaq burada. Gülməyinə sözü birinci cümlədə. Birinci cümlədə gülməyinə sözü, ikinci cümlədə üzləşməyə sözü. Diqqət edək, deməli, gülməyinə sözü i mənsubiyyət, ə yönlü çal şəkilçisi. Üzləşməyə sözündə yalnız yönlü çal şəkilçisi var. Deməli, hər iki cümlədə ismin yönlü çalında işlənən məslər vardır. Bu fikri götürə bilərik. Cümlələrdəki məslərlər mənsubiyyət şəkilçisi də qəbul etmişdir. Birinci cümlədəki bayaq dediyimiz kimi mənsubiyyət olsa da ikinci cümlənin məslərində mənsubiyyət yoxdur. Ona görə də bunu götürə bilmərik. Cümlələrdəki feili bağlamalara aid doğru fikirdir. Həm birinci, həm də ikinci cümlədəki feili bağlamalar tərz məzmunu bildirir. Baxsaq, burada feili bağlamanı öncə tapaq. Durub feili bağlama, susub feili bağlama. Mən ona o qədər heyran idim ki, cümlələ bağçada durub, yəni necə, nə tərzdə, nə vəziyyətdə tərz bildirir. Susub ardınca, nə tərzdə onu izləyirdim, susub. Deməli, bu hər iki cümlədəki feili bağlamaya aid doğru fikirdir. Hər iki cümlədəki feili bağlamalar tərkib əmələ gətirmişdir. Xeyr, birinci cümlədə tərkib əmələ gətirsə də cümlələ bağçada durub. İkinci cümlədə susub sözü feili bağlama da olsa tərkib əmələ gətirməmişdir. Deməli, bu fikir götürə bilmərik. Cavab D variantı. 1 ilə 3. 34-cü sualda hansı fikirlər hər iki cümlə üçün ortaq hesab edilə bilməz? Diqqət edək, ortaq hesab edilə bilməz. İki cümlə verilmişdir. Cümlələri oxuyaq. Baba kişi müəllim bir neçə dəqiqə dəhlizdəki 4-cü lövhəyə nəzər yetirdikdən sonra mənə tərəf çevrildi. İkimizin də taleyi əziyyətlidir və biz 10-15 il idi ki, təhsil yolunda can qoyurduq. Altdakı fikirlərə baxsaq, bizdə sayın morfoloji təhlili ilə bağlı sualıdan cavab istəyir. Qeyri-müəyyən miqdar sayı. Baxaq. Deməli, əvvəlcə sayıları müəyyənləşdirək. Bir neçə burada qeyri-müəyyən miqdar sayı. 4-cü sıra sayı. Birinci cümlədə sayılarımızı tapdıq. İkimizin də taleyi əziyyətlidir. İkimizin müəyyən miqdar sayı və biz 10-15 il idi. 10-15 qeyri-müəyyən miqdar sayı işlənmişdir. Deməli, qeyri-müəyyən miqdar sayı işlənmişdir. Bu ortaq fikirdir. Ancaq bizdən ortaq hesab edilə bilməyən fikri soruşduğuna görə birinci fikri götürə bilmərik. Leksik şəkilçi qəbul etmiş say var. Deməli, leksik şəkilçi qəbul etmiş say birinci cümlədədir. 10-cu şəkilçisi 4-cü, ikinci cümlədə ümumiyyətlə düzəltmə say yoxdur. Ona görə də bu cavabı götürürük.
Deməli, üçüncü fikir, qeyri-müəyyən miqdar sayı quruluşca mürəkkəbdir. Baxsaq, hər iki cümlədə qeyri-müəyyən miqdar sayı quruluşca mürəkkəbdir. Yenə də fikirlə uyğun gəlmədiyinə görə bunu götürmürük. Müəyyən miqdar sayı işlənib. Baxsaq, deməli, ikinci cümlədə ikimizin sözü müəyyən miqdar sayıdır. Bunu götürə bilirik. Birinci cümlədə isə müəyyən miqdar sayı yoxdur. Sıra sayı işlənmişdir. Sıra sayı əlbəttə birinci cümlədədir. Dördüncü, ikinci cümlədə sıra sayına rast gəlmirik. Cavab 2, 4, 5. D variantı. Üçüncü sualla davam edək. Verilmiş cümlələrə əsasən Euler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Cümlələrimizi oxuyaq. Məsumə xanımın siması birdən-birə fərəhlə parladı. Yağış tamamilə kəsilsə də onlar hələ meşədən qayıtmamışlar. Baxsaq, burada bizdən aşağıdakı fikirlərdən zərfin morfoloji xüsusiyyətlərinə bağlı suala cavab istəyir. Baxaq, deməli, birinci cümlədə zərflərimizi müəyyənləşdirək, birdən-birə fərəhlə. Baxsaq, hər ikisi tərz hərəkət zərflidir və biri mürəkkəb tərz hərəkət zərflidir, biri düzəltmə tərz hərəkət zərflidir. İkinci cümlədə tamamilə sözü, bir də buradan hələ sözü. Deməli, tamamilə sözü düzəltmə miqdar zərfidir, hələ sözü sadə zaman zərfidir. Zərflərimizi müəyyənləşdirdik, eləcə də həm növlərini, həm də quruluş növlərini müəyyənləşdirdik. Belə olduğu təqdirdə daha rahat tapmaq olur. Quruluşuna görə düzəltmə olan zərf hərəkətin tərzini bildirir. Baxaq, deməli, fərəhlə sözü necə parladı? Fərəhlə parladı. Deməli, hərəkətin tərzini bildirir. İkinci cümlədə hərəkətin tərzini bildirən zərf yoxdur. Ona görə də bu cavabı götürə bilərik. Birinci cümləyə uyğundur. Zərflərin quruluşca növləri fərqlidir. Baxsaq, zərflərin quruluşca növlərinə birdən-birə mürəkkəb, fərəhlə düzəltmə, tamamilə düzəltmə, hələ sadə. Deməli, zərflərin quruluşca növləri fərqlidir. Hər iki cümlə üçün doğru fikirdir. Üçüncü fikri də götürə bilərik. Miqdar zərfi şərt şəklində işlənən feili izah edir. Baxaq burada. Tamamilə miqdar zərfi kəsilsə, şərt şəklində sasə, şərt şəklində işlənən burada deməli feil vardır. Sasəyə diqqət edək. Cavab 2, 3, bir də 5. 1, 4, 6 yanlış fikirlərdir. Cavab B variantı. 36-cı sualda bizdən nə istəyir? Əvəzliklə bağlı sualdır. Hansı cümlələrdə əvəzliyin 3 məna növünə aid nümunədən istifadə edilib? Baxın, burada diqqət etdiyiniz məqam quruluşca demir, mənaca növünə aid nümunə. Burada fikir verin. Əslində, bəzilərində 3 dənə əvəzlik verilib. Sadəcə məna növləri ayrı-ayrı olsun deyə sualda buna xüsusilə diqqət etməliyik. Hər kəs mehribanlıq istəyir, hər kəs qeyri-müəyyən. Heç kəs özünü sakit saxlaya bilmir, heç kəs qeyri-müəyyən özünü təyini, ismi xüsusiyyətlərini daşıyır. Deməli, burada sadəcə qeyri-müəyyən təyini bizdən 3 məna növünü soruşduğuna görə bu bəndi götürə bilmərik. Bulud özü üçün ağlayır, torpaq elə düşünür ki, bulud onun üçün ağlayır. Diqqətli, burada məqam nədir? Özü təyin əvəzlik, elə işarə əvəzliyi, onun şəxs əvəzliyi. Deməli, 3 məna növündə əvəzliyə rast gəlmək olar. İkini düzgün fikir kimi götürə bilərik. Heç kəs səndə və məndə qüsur tapmaz. Deməli, heç kəs qeyri-müəyyən, səndə və məndə şəxs əvəzliklərdir. 3 əvəzlik verilib, lakin 2 məna növüdür. Ona görə də 3-cü fikirdə götürə bilmərik. O yenə bu adamları öz işlərinə cəlb etdi. O şəxs əvəzliyi, bu adamlara bu işarə əvəzliyi, öz təyin əvəzliyi. Deməli, bu fikri götürə bilərik. 3 məna növü yenədir. Vay o adamların halına ki, özləri öz gözlərinə dahi görünürlər. O adam işarə əvəzliyi, özləri təyin, öz təyin. Deməli, burada cavab hansı çıxdı? 2 ilə 4 A variantı. Hörmətli dinləyicilər, indi isə 10-cu sinifin Azərbaycan dili qrammatika suallarının izahına baxaq. Cümlələrdən hansında isim həm mənsubiyyət, həm də yəli çal şəkilsini qəbul etmişdir? Diqqət etdiyimiz məqam burada
hal şəkilsi qəbul etmiş isim soruşur. Digər qissəsi də ola bilər. Burada ehtiyatlı olmalıyıq. Deməli, üçüncü fikirdə elə bil gözünün rəngi dəyişib. Onun gözü mənsubiyyət, gözünün rəngi artıq burada da mənsubiyyət gəlir. Fikir verin, yerli çal şəkilçisi. İsim həm mənsubiyyət, həm də yerli çal şəkilçisi ilə işlənmişdir. Üçüncü fikir cümləni götürə bilərik. Kanal suyunun səviyyəsi enib. Kanal suyu mənsubiyyət, suyunun səviyyəsi yenə də burada yerli çal şəkilçisi var. Doğru cavab C variantı 3, 4. Pəncərəni açandan sonra astaca içəriyə boylandı, həyəcanlandı və utana-utana torbasını uzatdı cümləsində zərfin mənaca hansı növləri işlənmişdir, ardıcıllıqla müəyyən edin. Keçən il buraxılış imtahanında yadınıza gəlirsə, bu tipdə bir sual salmışlar buraxılışda. Deməli, pəncərəni açandan sonra burada vacib məqam, baxın, altından xətt keçmək lazımdır ki, gözümüzdən yayılmasın, ardıcıllıqla deyir. Pəncərəni açandan sonra astaca içəriyə. Burada sonranı zaman zərfi kimi düşünə bilərsiniz. Əslində burada dandan çıxışı qaldan sonra gəlib və qoşmadır. Astaca necə içəriyə boylandı? Asta şəkildə. Burada tərzi, hərəkət zərfi var mənaca növü. İçəriyə boylandı. İçəri sözü də yer zərfidir. Və həyəcanlandı və utana-utana torbasını uzatdı. Suallar cavab versə utana-utana necə? Əslində tərzəcə zərfinin sualını verir burada. Lakin utana-utana feili bağlamadır. Çaşdırıcı məqam buradadır. Deməli, cavab A variantı. Tərzi hərəkət zərfi, yer zərfi. 29-cu suala davam edək. Nümunədə işlənmiş feillərlə bağlı düzgün fikirlər. Yenə düzgün fikirlər. Tamam üzülüb taqətdən düşərkən bir günəş parladı uzaq məkandan. Bu görünən səndin, artıq qayıtdın sən, nəhayət səni tapdım ey mənim günəşim. Burada fikir versək, feillə bağlı sualdır. Qayıdış növdə olan feil işlənmişdir. Baxsaq, bəli, üzülüb, taqətdən üzülüb düşmək. Yəni, burada üzülmək öz üzərində görülən bir işdir. Qayıdış növdə götürə bilərik. Təsriflənməyən feillərin hamısına aid nümunə var. Baxsaq, görərik ki, burada feili bağlama var, üzülüb, düşərkən. Yenə də feili bağlama var, görünən feili sifət var. Burada başqa yoxdur. Deməli, burada diqqətli olun, həm də görünən sözü də qayıdış növdə işlənən feili sifətdir. Bir, doğru fikir. İkincidə, amma burada məslərə rast gəlməmişik. Ona görə də bu fikri götürə bilmərik. Üçüncü, məhkul növdə olan feil var. Burada məhkul növdə olan feil işlənmişdir. Deməli, məhkul növdə ümumiyyətlə burada feil yoxdur. Tamam üzülüb qayıdış növ, düşərkən məlum növ, parladı məlum növ, görünən qayıdış növ, qayıtdın məlum növ, tapdın məlum növ. Yəni, burada məhkul növdə işlənən feil yoxdur. Bu cavabı götürə bilmərik. Sadə feil işlənib, bəli. Sadə feilləri müəyyənləşdirək. Düşərkən düşmək, sonra deməli, burada qayıtmaq sadə feildir. Tapmaq sadə feildir. Deməli, sadə 32-ci suala davam edək. Klasteri tamamlaya bilən sözləri müəyyən edin. Burada artıq bizə tamamlaya bilən sözlər. Diqqət edək, açar məqam, üzümçülük. Sait səslərinin hamısı eyni olan sözdür. Baxsaq, burada üylər hamısı eyni saitlərdə. Tələffüz edək, üzümçülük. Diqqət edək, bir də qalayar, qalıyar formasında hamısı eyni deyil. Uğuldayır, uğulduyur formasında. Deməli, bunlarda da sait səslərin hamısı eynidir. Bunda ü'nün
Eyniliyi var. Burada da u'nun, uğulduyur formasında. Ona görə də içini götürürük. Başlayır sözü başlayır formasında da a, ı fərqli olduğuna görə bunların heç birini götürmürük. İşləyir, işləyir formasında tələffüz olunur. Hər birində i'lərə rast gələ bilərik. 2, 4. Cavab B variantı. 33-cü suala baxaq. Müqayisə dərəcələrinə görə cümlədəki sifətlərin sayını müəyyən edin. Əvvəlcə cümləni oxuyaq, sonra sifətlərimizi müəyyənləşdirək, daha sonra dərəcələrinə baxaq. Gənc açıq pəncərədən otağa dolan, bənövşə ətirli sərin mehi qoxlayaraq sapsarı divara nəzər salıb fikrə getdi. Diqqətli olaq, gənc açıq pəncərə, açıq, iki sifət, otağa daxil olan bənövşə olmaz isimdir. Ətirli sifət, sərin sifət, sapsarı sifət. Diqqətli olaq burada. Gənc adi dərəcə, açıq adi dərəcə, ətirli adi dərəcə, sərin adi dərəcə. 4 dənə adi dərəcədə sifətimiz var. Elə cavab D variantı buradan çıxacaq. Sapsarı sözü də çoxaltma dərəcəsindədir. Morfoloji üsulla yaranmışdır. D variantı. 2 leksik şəkilçisi olan feilləri müəyyən edin. Belə məqamda mütləq tərkibinə görə təhlil etmək lazımdır. Yəhər sözün kökü, yəhərlə, yəhərlən, qrammatik şəkilçi. Deməli, 2-dən başlayaq. Göz sözün kökü, gözlə, gözlət, gözlətdilər. Burada da gözlə, gözlət, 2 leksik şəkilçi. Qarşılandı, qarşı sözün kökü, qarşıla. Bir leksik, qarşılan 2, da qrammatik şəkilçi. Qorxudacaq, deməli, qorxmaq sözün kökü. Burada düşünə bilər ki, qorxu sözündən yəni, xeyr. It şəkilçisi adətən feildən feil yaradığına görə birbaşa götürürük, qorxudacaq. Bir leksik, bir qrammatik. Yaşıllaşdırmışdı, yaşıl sözün kökü, yaşıllamaq olmadığına görə yaşıllaş, yaşıllaşdırmaq məq artıra bilirik. Yaşıllaşdırmışmaq deyə bilmirik. Artıq burada 2 qrammatik şəkil, 2 leksik, 2 qrammatik. Darandıq sözü. Daramaq sözün kökü, daranmaq, qayıdış növə keçir, məlum növdən. Qarandıq, 2 qrammatik. Bizdən tərkibinə görə təhlil eyni demir. 2 leksik şəkilçisi. 1, burada 1 də var. 2 də var. 3 də var və 5 də var. 4 ilə 6 da yoxdur. Cavab D variantı. 1, 2, 3, 5. Hansı bətdə bütün sözlər orfoqrafik cəhətdən düzgündür? Burada fikir versək, doğrudan düzgündür. Kulminasiya yox, kulminasiya olmalıdır. Səhv yazılmışdır. Qubar düzgün yazılıb. Miniatür düzdür. Estakada düzdür. Orijinal sözündə i yazılmalıdır. Yanlışdır. Sadəlöv h düzdür. Süxur düzdür. Büllur düzdür. Cavab C variantıdır. Firuzə sözündə düzgün yazılış var. Deməli, burada ülviyyət sözünə fikir verin. Ülviyyət yox, ülviyyət olmalıdır. Y-də də deformasiya ilə o ilə yazılmalıdır. Deformasiya. Deməli, belə. Cavab C variantı 35-ci sualda. Uyğunluğu müəyyən edin. 36-cı sualda məsdər feil, sifət feili bağlama ilə bağlı testin izahına baxaq. Hələ baş əyməmiş bizim məmləkət. Burada diqqət etsək, bizim məmləkət hələ baş əyməmiş. İnversiya baş verib deyə, burada feil, sifət kimi düşünə bilərsiniz. Əslində, diqqətli olaq, burada xəbər şəklində feil işlənmişdir. Feil sifət yoxdur burada, digər məsdər feili bağlama da yoxdur. Adamı göndərib gedər gəlməzə. Yenə də inversiya baş verib, xəbər şəklindədir. Gedər gəlməz isimdir, buna çox diqqətli olmaq lazımdır. Feili bağlama deyil, götürə bilmərik. Ön sırada oturanda bizə çatacaq əmanət var. Ön sırada oturanda burada kimdə bizə çatacaq məlumat var? Deməli, oturanda burada diqqətli olun. Feili sifət, şəkilçisi an, bir də yerli çal şəkilçisi. Andan da feili bağlama yoxdur. Feili bağlamanın kimdə sualı yoxdur. Deməli, burada keçdik növbəti. Mirəli müəllim dinməz, söylənməz, keçib başda oturdu. Keçib sözü burada feili bağlamadır. Deməli, burada feili sifət var deyə götürdük. Burada feili bağlama var deyə götürürük. Quşların oxuması onların zövqünü oxşayırdı.
Quşların oxuması. Məslərin sonuncu samiti ixtisara düşüb. Quşların oxumağı belə də deyə bilərsiniz. Yəni burada məslər işlənib. Bu fikri də götür. İndi müəyyənləşdirək. Deməli, məslər 1-ə Y, 2-yə C, 3-ə də D variantı. Cavab A variantı. İndi isə 11-ci sinif Azərbaycan dili buraxılış üzrə suallara, qrammatika suallarına nəzər yetirək. Düzgün yazılmış sözləri müəyyən edin. Baxaq, mesenat düzgün yazılıb, diksinmək düzgün yazılıb. Burada çılsı məqamına diqqət edin. Miniatür düzgün yazılıb. 1, 2, 3. Qaleriya olmalıdır, sadəlöv H olmalıdır. Deməli, burada cavab 1, 2, 3. Bunlar yanlış, digərləri doğrudur. Cavab A variantı. 32-ci sualda 3-cü ay fikirləşdi ki, digərlərinə izah etmək üçün özü hələ daha artıq savada möhtacdır. Nümunəyə əsasən doğru fikirlər. Bizdən doğru fikirləri soruşur. Yönlü çalşəçili isim quruluşca düzəltmədir. Burada savada sözü yönlü çalşəçili isimdir, ancaq quruluşca düzəltmə deyil. Cavabı götürmüş. Zaman zərfi müstəqil cümlə üzvüdür. Hələ daha artıq savada möhtacdır. Hələ sözü müstəqil olaraq deməli cümlə üzvü zaman zərfi yerində çıxış edir. Doğru fikirdir. Sifətlər ismin sualına cavab verir. Burada baxsaq, artıq savada. Necə savada? Digərlərinə götürə bilərik ki, məsələn, kimlərə izah etmək digərlərinə. Burada ismin sualı var. Artıq savada möhtacdır. Artıq sözü necə sualına cavab verir? İsmin sualına cavab verir. Ona görə də bu fikri götürə bilmərik. Təsriflənməyən feil tərkib yaratmışdır. Digərlərinə izah etmək üçün. Dövlükdə deməli tərkib yaratmışdır. 4-ü də götürə bilərik. Köməkçi niksələrindən biri əsas niksəsi ilə homonimdir. Ki, əsas niksəsinə homonimliyi yoxdur. Daha ədatdır. Burada ki bağlayıcı, burada daha ədatdır. Üçündə qoşmadır. Bunların əsas niksələri homonimliyi yoxdur. Ona görə də bu fikri götürə bilmərik. Təsriflənən feil xəbər şəklində məlum növdədir. Baxaq, bizdən burada təsriflənən feili soruşur. Fikirləşdi. Məlum növdədir. Çünki fikir, sözün kökü fikirləşdi. Tərkibinə görə də təhlil edə bilərik. Fikirləşdi. Adlardan feil düzəltdiyinə görə bu məlum növdə olar. Digər növlər feildən feil düzəldir. Xəbər şəklində məlum növdə düzdür. Cavab 2, 4. 33-cü suala nəzər salaq. Nümunələrə əsasən uyğunluğu müəyyən edin. Burada 3 cümlə verilmişdir. Cümlələri əsasında sintaktik təhlil üzrə uyğunlaşdırmalıyıq. Jalənin arzusu uşaqların onunla yola getməsidir. idi. 1-ə D variantı ikinci dərəcəli üzv işlənməyən sadə cümlədir. Burada baxsaq, Jalənin arzusu uşaqların onunla yola getməsi. Uşaqların onunla yola getməsi xəbər, ismi birləşmə, Jalənin arzusu ismi birləşmə, mübtəda. Burada ikinci dərəcəli üzv işlənməyən sadə cümlədir. 1-ə D variantı. 2. Bütün dəlilərin ağıllı, bütün ağılların da bir dəli tərəfi var. Cümlənin xəbəri suala cavab vermir. Bəli, burada var. Xəbəri predikativ xəbərdir, yəni söz xəbərdir, suala cavab vermir. 2-yə Y doğrudur. 1-ə D, 2-yə Y, 3-ə. Deməli, Gültacın bu çıxışını eşidincə Nurtac cin atına mindi. Deməli, burada deyir ki, cümlə üzvlərində mübtəda zərfli xəbər işlənmişdir. Baxaq, cin atına mindi. Kim? Nurtac. Nə var? Gültacın bu çıxışını eşidincə zərflik. Burada deməli mübtəda, xəbər, bir də zərflik işlənmişdir. 3-ə də A variantı. 1-ə D, 2-yə Y, 3-ə A variantı. 34-cü sualla nəzər yetirək. Nümunədə işlənmiş ara sözlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Bu qrammatik cəhətdən cümlə üzvlərlə bağlı olmayan sözlər, yəni xitab və ara sözlər bölməsindəndir. Sözün düzü o sənədi dünən təhvil götürməli idi. Diqqət edək, doğru şərəsində virgüldə qoyulmuşdur. Yəni burada doğru şərlərinin buraxılmışdır deyə fikir yoxdur. Sözün düzü deməli ara sözdür. Onunla bağlı doğru, yanlış fikirlər. Əvvəla ara sözü ilə sinonimlik yaradır. Xeyr. Əvvəla birincisi bu sıra ardıcıllıq bildirir. Sözün düzü əminlik bildirən ara sözdür. Ona görə də bunu götürə bilmərik. Sıra bildirir. Sıra bildirmir. Yenə dedimindir. 1 ilə 2 yanlışdır.
3-də kontekstə görə ismi birləşmə kimi də işlənə bilər. Yəni hər hansı bir kontekstə görə sözün düzü, məsələn, mən sözün düzünü həmişə deyirəm. Burada artıq ismi birləşmə kimi çıxış edəcək. Deməli, 3-ü doğru variant kimi götürə bilərik. Yanlış fikirlərdir. Deməli, ifadə vasitəsi modal sözdür. Bilirik ki, modal sözlər söz birləşməsi şəklində olunur. Ara sözlər ifadə vasitəsi genişdir. Yəni söz birləşməsi şəklində olur. Yanlış fikirlərin altında verildiyinə görə bunu götürə bilərik. Yanlış fikirdir. Doğrusu sözü ilə əvəz edilsə cümlədə məna dəyişikliyi baş verməz. Əlbəttə, hər ikisinin məna yaxınlığı var. Sözün düzü qrammatik məna baxımından yaxındır. Sözün düzü, sözün doğrusu. Yəni burada doğrusu sözündə yaza bilərik. Düzgün fikirdir, lakin yanlışın altdadır deyə götürə bilmərik. Özündən sonra cümlənin intonasiyasından asılı olaraq yalnız nida və sual işarəsindən istifadə edilə bilər. Elə buradan baxanda görünür ki, vergül işarəsindən istifadə edilib. Burada 3, 4, 6. Bu da yanlış fikirdir deyə götürürük. Cavab Y variantı. 35-ci suala davam edək. Selcan geyindi, balaca bacısı ilə qucaqlaşdı. Bacısının hərəkətləri onu güldürdü. Cümlədə feilin hansı qrammatik məna növlərinə aid nümunələr var? Feilləri müəyyənləşdirək. Geyindi, qucaqlaşdı, bir də güldürdü. Diqqət edək. Selcan geyindi. Geymək sözünə in şəkilçisindən qayıdışın öz üzərində görüb. Qayıdış növdədir. Qucaqlaşdı. Quc sözündən qucaq, qucaqlaşdı. Burada qucaqlaşdı qarşılıq bircəlik növdədir. Bacısının hərəkətləri onu güldürdü. Burada əslində dırdır şəkilçisi sizi çaşdırmasın. Güldür, sən hərəkəti icra edirsən, sən güldürsən. Ona görə də məlum növdədir. Cavab C variantı. 36-cı sualda kimin ki savadı var, onun gələcəyi parlaqdır. Cümləsi haqqında verilənlərdən biri yanlışdır. Fikirlərə baxsaq, burada mürəkkəb cümlə ilə bağlı sualdır, tabiri mürəkkəb cümlə. Baş və budaq cümlənin yeri məsələləri və digər. Birinci budaq, ikinci baş cümlədir. Bilməliyik ki, kimin ki burada bağlayıcı sözü gəldiyi zaman budaq cümlə birinci, sonra baş cümlə ikinci gələcək. Kimin ki savadı var, onun qarşılıq söz ona uyğun işlənib. Birinci budaq, ikincisi baş. Bizdən yanlışı soruşur deyə götürə bilmərik. Tabiri mürəkkəb cümlədir, aydındır. Tabiri mürəkkəb cümlədir, götürə bilmərik. Tərkib hissələri bir-biri bağlayıcı ilə bağlanmışdır. Diqqət etsək, tərkib hissələri bağlayıcı sözlə bağlanmışdır. Bağlayıcı sözlə, bağlayıcı yoxdur burada. Ona görə də bu fikir yanlışdır. Yəni biz yanlış əsasdan bunu götürə bilirik. Tərkibindəki cümlələr müəyyən şəxsidir. Kimin savadı? Mübtəda var xəbər. Onun gələcəyi mübtəda parlaqdır xəbər. Burada deməli mübtəda xəbər. Tərkibindəki cümlələr müəyyən şəxsidir. Həm baş, həm də budaq cümlə ismi xəbərlidir. Var predikativ söz, parlaqdır sifət, yenə də ismi xəbər vəzifəsində çıxış edib. Cavab C variantı. 37-ci sualla davam edək. Baba kişi müəllim, başına dönün. Sən işarə verdiyin kağız çuğuzu sahmanladım, qapının dəstəyini düzəltdim. Nümunəsi ilə bağlı doğru fikirləri müəyyənləşdirək. Sintaktik əlaqənin hər iki növündən istifadə edilmişdir. Baxsaq burada, sahmanlayan, burada məni bərpa etsək, sahmanladım, mən düzəltdim. Sintaktik əlaqə, yəni xəbərlər həmcisdir. Onun əlavə olaraq kağız çuğuzu sahmanladım. Nəyi sahmanladım? Tabilik əlaqəsidir. Yəni sintaktik əlaqənin bilirik iki növü var. Tabilik əlaqəsi, tabesizlik əlaqəsi. Cavab içini götürə bilərik. Birdəki fikirdə mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Mübtədası buraxılıbdır, bərpa edilməyə ehtiyac da olsa, mübtəda olmadığına görə burada mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var deyə bilmirik. Feili birləşmənin tərkibindəki hərəkətin subyektini bildirən söz işlənmişdir. Feili birləşmənin tərkibində burada sən işarə verdiyin, bəli, hərəkətin subyektini bildirən söz işlənmişdir. Bunu da götürə bilərik. Xəbərlə sintaktik əlaqədə olan cümlə üzvü var. Əlbəttə, xəbərlə sintaktik əlaqədə olan cümlə üzvləri var. Deməli, bu fikir də doğrudur. Üzərində rəqəm yazılmış sözlərdən hər biri tabellik əlaqəsində yalnız asıl tərəf kimi çıxış edir. Belə baxsaq, sahmanladım xəbərdir. Xəbər mübtəda ilə asılı tərəf kimi olur. Digər cümlə üzvləri ilə əsas tərəf kimi çıxış edir. Bu yanlış fikirdir. Doğru cavab 2, 3, 4. B variantı.
38-ci sualda nümunələrdən hansında bütün isimlər mənsubiyyət şəkildə işlənmişdir? Birinci cümləyə baxsaq, burada isim Gülbirdir, əlimdir. Burada əlim sözündə mənsubiyyət olsa da Gülbir sözündə yoxdur. Mənim böyük düşmənim öz dilimdir. Burada düşmənim sözü mənsubiyyət, isim, dilim mənsubiyyət, isim. Yəni burada bütün isimlər mənsubiyyət şəkildə doğru fikirdir. Birincisi yanlış. Doğrum sənin yalanlarına. Doğru sifətdir. Yalanlarına isimdir. Burada diqqət edək, isimlər soruşur. Bütün isimlər. Ona görə də burada C variantını götürə bilmirik. Təkcə bir isim olsa götürə bilərik. Sinfin elektrik sobası hər tərəfi eyni dərəcədə. Sinfin sözünə baxsaq, yəli çal. Bizdən bütün isimlər mənsubiyyət şəkildə istəyir, ona görə də bunu da götürmürsünüz. Y variantında Ələkbər, sabah dərsin var. Baxsaq, burada xitab rolunda Ələkbər ismi işlənib, yəni mənsubiyyət şəkilsi yoxdur. Burada mənsubiyyət şəkilsi dərsindir. Bizdən də deməli, bütün isimləri soruşur. B variantı. 39-cu suala davam edək. Qoy mən həsrətinlə qalın baş-başa, sən qüssə bağını al, zirvədən sal. Nümunə ilə bağlı doğru fikirlərdir. Leksik mənası olmayan sözlər işlənməyib. Burada baxsaq, həsrətinlə ilə, qoy, deməli, ilə qoşması, bir də qoy ədatı var. Bu yanlış fikirdir, işlənməyibdir. Tünd qara şriftlə fərqləndirilmiş sözlər omonimdir. Al və sal sözləri, deməli, al sözü sifətlə feilin omonimliyi var, zirvədən sal. Bunun da isimlə, feillə omonimliyi var. Deməli, bu doğru fikirdir. Bəzi sözlərin sinonimi var. Məsələn, baxaq, qüssə sözü, məsələn, qəm kimi sinonim götürə bilərik. Bunu da götürək. Doğru fikir. Bütün sözlərin həm leksik, həm qrammatik. Xeyr, ədatla qoşma işlənib, onların da leksik mənası yoxdur. Bu fikri götürə bilmərik. İkinci misrada antonim olan sözlər var. Məsələn, qüssə sözü sevinç sözündən antonim olacaq. Sonra al sözü ver sözü ilə antonim olacaq. Ona görə də bu fikri də götürə bilərik. 2, 3, 5 C variantı.